السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبد الله ورسوله صلى الله عليه وعلى آله وأصحابه وسلم تسليما كثيرا. أما بعد. Burada çok sual verilir. Yani istəyərdim buna aydınlıq gətirək. Çünki sual verənlərin sayı olduqca çoxdur. Yəni məqalə şəkildə yazırlar və s. Və bu da adamı yorur. Nəyə görə Allah Taala məhz Yahudi və Nasranilərin kəsdiyi əti halal eləyib və digər müşrik və qeyri-müsəlmanların ətini halal eləməyib? Yəni onların ətləri haramdır. Nəyə görə? Yəni kitab əhli dinində ümumən ilk öncə qardaşlar Yahudi və Nasranilər nəzərdə tutulur. Yahudi və Nasranilər. Və aydın məsələdir ki, Yahudi və Nasranilər onlar haqq yoldan sapmış və aləmlərin Rəbbi olan tövhidi təhrif eləmişdilər. Allah aləmlərin Rəbbi olan tövhidin haqqını təhrif eləmişdilər və öz kitablarını da nə eləmişdilər? Təhrif eləmişdilər, yəni pozmuşdular əhkamlarını. İstir kitabə ilə, istir əməli ilə. İstir yazıda, istir əməldə. Və Allah Subhanahu taala onların hamısını təkfir eləyib öz kitabında. Allah Taala buyurur: "Laqad kafara'llezina qalu innallaha huvel-mesih ibn Maryam." El-ayə. Artıq Məryəm oğlu İsa Allahdır deyənlər kafir oldular. Və həmçinin Allah Taala buyurur: "Və qalatil yehudu Uzeyrun ibnullah." Və həmçinin Yahudilər dedilər ki, Üzeyr Allahın oğludur. Halbuki bunlar hamısı sarih küfr və şirkdir və aləmlərin Rəbbini söyməkdir. Allah Subhanahu taala onları bu şəkildə İslamdan xaric qeyd edib. Ona görə də müsəlmana da vacibdir onların İslamdan xaric olmasını etiqad eləsin. Və lillahi'l hamd vəl minnə. Nəyə görə kitab əhlinin Allah Taala kəsdiklərini halal edib? Allah Taala buyurur: "Və ta'amul-lezina utul kitabə hillul lakum." Kitab əhlinin yeməyi sizə halal edildi. Və İbn Abbas ayənin təfsirində buyurur ki, "Zəbaihum." Onların kəsdikləri heyvanlar. Yəni burada mücərrəd yemək nəzərdə tutulmur. Mücərrəd yemək istənilən müşrikdən yemək götürüb nəsə almaq olar. İstənilən qeyri-müsəlmandan istənilən yemək almaq olar, ət istisna olmaqla. Amma ət sırf kitab əhlinin kəsdiyi ətləri yemək olar. Bu ayənin dəlili ilə. Və lillahi'l hamd vəl minnə. Və həmçində sabit olub Peyğəmbər sallallahu aleyhi və səlləm Yahudi qadının dəvətinə icabət edib və həmçinin ümumən Yahudilərin kəsdiklərini yeyib aleyhissalatu vesselam və heç bir təfsilatla bunu soruşmayıb və heç bir təfsilatla bunun marağına varmayıb ki, necə kəsmişsiniz, nətər kəsmişsiniz, bismillah demişsiniz, bismillah deməmişsiniz. Yəni bu şeyləri demək, təfsilatı ilə soruşmaq əsli bu caiz deyil. Caiz deyil. Çünki qayda olaraq əsli qaydanı götürsək, onların kəsdiklərin əsli halaldır. Xalas, əsli halaldır. Və təfsilatı ilə nəsə soruşulmaz. Yalnız və yalnız 100% əmin olarsan ki, onların kəsdikləri, yəni ya tokla öldürüblər, ya da hansısa müasir vasitələrdən biri ilə götürüblər, qanı çıxartmadan öldürüblərsə, onda o haram olur. Nəyə görə qanı çıxartmağı qeyd elədik? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Mə enharad-dəm və zikra smullahi alayhi fekul." Qanı çıxan və Allahın adı çəkilən heyvanı ye. Üzərində Allahın adı çəkilən heyvanı ye. Qalanı isə yox. Və əgər 100% əmin olarsan ki, birdən bəli, onlar onu 100% mən görmüşəm, bu sual da çox artır. Və həqiqətən də bəzi ölkələr var, bəzi Nasrani Yahudi ölkələr var. Onlar həqiqətən də yəni onlar kəsimə riayət eləmirlər və 100% bilirsən ki, orada öldürürlər. Əgər belə eləyərsə, elhamdülillah, onda yemə. Ehtiyat elə. Və lillahi'l hamd vəl minnə. Onda ehtiyat elə. Yaxşı, hikmət nədir onların kəsdiklərinin halal olmasında? Hikmət nədir? Onlar da axı qeyri-müsəlman sayılır. Aydın məsələ. Ən birinci hikmət odur ki, alimlər qeyd edirlər ki, Allah Taala onlara kitab verib və Allah Taala onları üstün eləyib digər müşriklərdən üstün eləyib. Baxmayaraq ki, onlar özləri də müşrikdirlər. Ən birinci onlara Allah Taala üstün eləyib elmlə. Və həmçinin Allah Taala onlara tətbiq olunan əhkamları da fərqli eləyib digər müşriklərlə müqayisədə. Məsəl üçün, kitab əhlindən cizyə alınır. Yəni, kitab əhlinin halı belədir. İslama dəvət olunur, İslama gəlməsə, ya cizyə verir, öz dinində qalır, ya da cizyə də verməsə, onunla vuruşurlar. Amma qeyri-kafirlər belə deyil, qeyri-müşriklər belə deyil. Onlardan cizyə alınmır. Ya İslam, ya da ölüm. Və lillahi'l hamd vəl minnə. Və həmçinin Allah Taala kitab əhlini digər şeylərdə üstün eləyib. Həmçinin Allah Taala məsəl üçün kitab əhlindən şahidliyi qəbul eləyib.
Kitab əhlindən şahidlik. Allah Teala buyurur: "Ya eyyuhellezine amenu şehadatu beynikum iza hadara ahadakumul maut hinel vasiyeti ithnani zawa adlin minkum aw akharan min ghayrikum in antum darabtum fil ardi fa asabatkum musibatul maut tahbisunahu min ba'di as-salati fayuqsimani billahi in irtabtum la nashtari bihi thamanan walau kana za qurba ve la naktumu shahadatallahi inna izen leminel athimin." Ey iman gətirənlər, səfər etdiyiniz zaman sizlərdən kiməsə ölüm müsibəti düçar olarsa, sizlərdən birinin başına ölüm müsibəti gələrsə, qoy şahidlər qoy neynəsin? Qoy şahidlər tutsun. 2 nəfər sizdən av axarani min ghayrikum və yaxud da 2 nəfər sizdən qeyri adamlardan şahid olsunlar. Və ayədə də alimlər təfsirdə gətirirlər ki, yəni kitab əhlindən şahidlər. Kitab əhlindən şahidlər. Yəni bu cümlə bəzi fərqlər idi. Allah Teala onları xulasatul qavl, Allah Teala onları üstün eləyib digər müşriklərdən bir neçə əhkamlarda. Və də bu da onlar üçün bir tənbihdir ki, onlar İslam'a daha tez isticabə eləsinlər. Allahın əmrinə daha tez cavab versinlər. Yəni kitab əhlinin halı belədir. Və lillahi elhamd vəl minna. Ona görə də axırda yenə də qeyd edirəm ki, qardaşlar, yəni kitab əhlinin kəsdiyin asıl olaraq biz yemək caizdir Allahın izni ilə. Və lillahi elhamd vəl minna. Problem deyil. Və bu barədə soruşmaq, bunu neynədilər, bunu belə elədilər, bunu harda kəsdilər, bunu neynədilər, bu hamısı tənattu'dir. Yəni Allahın dinində həddə aşmaq kimi bir şeylərdir. Və bidət qapısıdır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm həmçinin sahabelərdən belə bir şey nəql olmayıb. Yalnız və yalnız Allahümmə, yalnız və yalnız 100% əmin olarsan ki, bəli, onların kəsdikləri artıq 100% mən görmüşəm ki, belədir. Onda insan ehtiyat eləsin və lillahi elhamd. Və elhamdülillah indiki halda da bu ehtiyat halları daha çox çoxalıb. Allah subhanahu taala daha doğrusunu bilir. Barakallahu fikum. Sallallahu aleyhi ve sellem ve baraka ala abdillahi ve rasulihi nebiyyina Muhammed ve ala alihi ve ashabihi velhamdülillahi rabbil alemin.